Mən Çingiz Qasımov 1973-cü ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olmuşam. Kənd orta məktəbində və Zərdab rayon texniki peşə məktəbində təhsil aldım. 92-ci ilin aprel ayında milli orduya çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək üçün Qarabağa yollandım. Ağdam rayonunda düşmənə qarşı döyüşdüm. Hərbi hissəmiz rayonun Abdal Gülablı kəndini müdafiə edirdi. Ruslardan da kömək alan ermənilər kəndə ardıcıl hücumlar təşkil edirdilər. Kənd uğrunda döyüşlərdə itkilərimiz də oldu, yoldaşlarım yaralandılar, şəhid oldular. Avqust ayında mən də vətən yolunda, haqq yolunda şəhidlik zirvəsinə yüksəldim. Hazırda Ağdam da, Qarabağ da bizimdir. Qeyrətli Azərbaycan oğulları torpaqlarımızı işğaldan azad edərək bizim də intiqamımızı aldılar.